öz həyatını yaşayan bir ana xoşbəxt ana deməkdir. Xoşbəxt ana evdə xoşbəxt aura deməkdir. Xoşbəxt aura xoşbəxt uşaq deməkdir. Hər birimiz bir şeyin parçasıyıq. Sən o şəkildə görürsən, mən bu şəkildə görürəm. Bu sistemə qarşı çıxa bilərikmi? Özümüzü yormaqdan başqa bir şey deyil. Biz sosial varlığıq, dəyişən varlığıq. Aynur xanım, mən ilk sualı sizin dizayner kimliyinizi ünvanlamaq istəyirəm. Belə ki, cəmiyyət çox vaxt zövqü estetik bir seçim kimi görür. Necə geyinmək, necə görünmək və nəyi seçmək. Amma məncə zövq həm də insanın psixologiyası, dünya görüşü, hətta sosial mühiti ilə də formalaşır. Sizcə bir insanın zövqü onun daxili dünyasını nə dərəcədə açır? Bir insanın zövqü onun daxili dünyasına birəbir əlaqəsi var. Onun hətta özünün inkişafı ilə, oxuduğu kitabla, izlədiyi filmlə, çevrəsi ilə, dost çevrəsi ilə birəbir əlaqəsi var həyat tərzimizlə zövqümüzün. Yəni indiki dövrdə zövqlü insan, məsəl üçün zövqlü musiqi dinləyir, zövqlü vərdişləri var, özünü inkişaf etdirir. Zövq birəbir həyat tərzimizlə əlaqəsi var indiki dövrdə. Siz öz seçimlərinizdə bu necə ortaya qoyursunuz? Öz seçimlərimdə mən zövqlü olduğumu hal-hazırda iddia etməyim, amma mənim çörəyim zövqdən çıxır. Məncə də pis də çıxmır. Çünki işimi sevirəm və işimi sevməklə də kifayətlənmirəm. Bunun insanlardan da pozitiv geri dönüşünü alıram və sevdiyim işi pula çevirə bilirəm. Nəticədə pul qazanıram bu işdən. Amma necə, bir də sual zəhmət olmasa alın. Siz öz seçimlərinizdə bunu necə ortaya qoyursunuz? Öz seçimlərimlə necə ortaya qoyuram? Məsələn, kütlə seçimlərində olmuram. Deyək ki, biznesim tələb edir ki, çox allı pullu, daşlı qaşlı geyimlər etsəm, daha çox pul qazanaram. Amma öz tərzimi ortaya qoysam, daha az məsələn pul qazanaram. Çünki Azərbaycanda dizayn sahəsinin özünə uyğun bir biznes mühiti var. Bunu etmirəm. Çünki zövqümə uyğun deyil o şəkildə olan geyimlər. Öz tərzimi ortaya qoyuram. Seçən, bəyənən gəlir olur müştərim, xüsusi müştəriyə çevrilir. Bu hansı formada kompensasiya olunur? Mən öz tərzimi ortaya qoyuram deyə qlobalda bir şəkildə görülürəm və iş imkanları yaranır. Onu oradan kompensasiya eləyirəm deyə formada ortaya qoyuram öz işimdə. Həmən digər işimdə var, podkasterlıq. Orada da necə ortaya qoyuram zövqlü olduğumu. Çox zövqlü, özünü inkişaf etdirən, nətər deyirlər, handa-manda adamları verilişimə çağırıram. Handa-manda podkast alınır və məsələn, deyək ki, mənim verilişim hal-hazırda elə insanları qonaq edir ki, bizim bir zəngimizdən artıq onlar hər şeyşünası tanıyır və dəvətimizi qəbul edirlər. Niyə qəbul edirlər? Çünki özlərinə hörmət edən insanlardılar. Kontentdən xəbərləri var. Hansı formada, hansı səviyyədə o işi görürük bilirlər və dəvətimizi qəbul edirlər. Zövq belə bir şeydir. Hər işdə nədirsə orada da ortaya qoyduğumu düşünürəm. Onda belə bir nəticə çıxara bilərik ki, zövq yalnız vizual məsələ deyil, həm də insan intellektual göstəricisi ola bilər. Mütləq ki. Mən intellektual insan hər seçimi ilə onu göstərir. Hər intellektual zövqlüdürmü? Baxır siz zövqü hansı meyarda ifadə edirsiniz? Geyimdəmi və yaxud da dinlədiyi musiqidəmi, seçdiyi filmdəmi və yaxud da münasibətlərindəmi? Bunlar hər biri bir müzakirə mövzusudur. Siz hansında məsələn bunu nəzərdə tutursunuz? Məncə seçimlərdə. Məsələn, zövqlü insanın uşağının toyunda rakada-çıkada musiqi olmur. Onların zövqü seçdikləri musiqiyə də sirayət eləyir. Qonaqlarına dinlətdikləri, qonaqlarına rəva bildiyi musiqiyə də sirayət eləyir. Məsələn, mən toyda çox bayağı musiqini tez qulağım eşidir və rəqs etmirəm. Yəni, zövq oradan da sirayət edir. Tək zövqümüz, tək geyim, seçdiyimiz geyim deyil. Hər şeyə sirayət eləyir deyə düşünürəm. Mən belə düşünürəm ki, bu təkcə bizdə yox, bir çox cəmiyyətdə belədir ki, cəmiyyət qadından eyni anda bir neçə fərqli obraz tələb edir. Güclü, estetik, zərif, uğurlu, intellektual. Amma məncə bu gözləntilər bəzən bir-biri ilə ziddiyyət də təşkil edə bilir. Sizcə müasir qadın özünü yaşayır, yoxsa fərqli gözlənti arasında balans qurmağa çalışır? Baxır ki, o qədər müxtəlifdir ki,
bu sualı bir qəlibə yerləşdirə bilmirəm. Baxır kim həyatı necə yaşayır, qadın kimi özünü necə kəşf eləyir məsələn, kəşf eləyə bilib özünü, öz qaranlıq tərəfləri ilə üzləşə bilib. Qaranlıq tərəfləri şəxsi mənada demirəm, qadınlıq kimliyinin qaranlıq tərəfləri. Bəli, cəmiyyət çox şey tələb eləyir. Mən nə istəyirəm? Mən burada xoşbəxtəmmi? Bu seçimdə mən xoşbəxtəmmi? Əlbəttə ziddiyyətlərlə doluyuq. Bu sistemə qarşı çıxa bilərikmi? Özümüzü yormaqdan başqa bir şey deyil. Hardan başlayarıq bəs düzəlişə? Evimizdə böyütdüyümüz oğlan uşaqlarından, evimizdə böyütdüyümüz qız uşağından. Məsələn, bəli, mənim qızım qardaşına çay süzə bilər. Mən də vaxtında qardaşıma çay süzmüşəm. Amma bu qızımın evdəki sanki vəzifəsi imiş kimi, məsəl üçün oğlum yemək arxasında yemək yeyə telefonda TikTokda otursun, Melisa dur qardaşıma çay süz. Sanki o Melisanın vəzifəsi imiş kimi mən Atilla'nın və Melisa'nın şuuraltısına belə toxumlar səpəndə mən də bu sistemin, həmin toxumun bir parçası oluram. Amma bunu onlara vəzifə imiş kimi yox, qardaşına kömək edə bilər, qardaşına bu sevgini verə bilər və qardaşı da bunu ondan vəzifəsi imiş kimi gözləntiyə girməməlidir. Hər şey məndən başlayır. Keçən dəfə bilmirəm bu veriliş çıxanda mən bir qonağım var, adını çəkməyim, veriliş hələ efirə gedəcək. Çox Azərbaycan televiziyasının əsas sütunlarından biridir, indi də biridir. Adam dedi ki, vətən sənsən, vətən qadındır. Bu söz məsəl üçün mənim qulağımda sırğa oldu. Bəli, vətən mənəm, vətən sənsən, vətən odur. Bizdən başlayır. Sistemin qaydaları bizdən başlayır. Mən özümdə, öz dəryama hansı damlayamsa, öz evimdə uşağıma hansı damlayamsa, cəmiyyət oradan başlayır. Məsələn, zibil atmamağı. Mən bunu edim, biriləri görəcək, biriləri fərqində olacaq və bu cəmiyyət bir şəkildə sənlə, mənlə, onunla birləşib dəyişəcək və ziddiyyətlər aradan qaldırılacaq. Sizcə siz balans qurmağa çalışanlardansınız, yoxsa özünü tapanlardan? Mən birincisi heç kiməm. Məsələn, gəlin buradan danışaq. Mən bunu, məsələn, biri məni ideal ana, Azərbaycan qadını, məsəl üçün təqdim edəndə o cümlələrin altında əslində əzilirəm. Çünki nə üçün əzilirəm? Niyə mənə ideal ana obrazını yüklədin ki, bəlkə içimdə daxili dialoqlarım başqadır məsələn. Bəli, tapmağa çalışıram. Bir gün tapmağa çalışdığım eramdayam. Bir gün dəyərsizlik yaşadığım eramdayam. Mən indi otursam, qadınlara buradan güclü olun, belə olun, müasir qadın, belə dərsləri versəm, mən bu qadın mənə maraqsız gələr izlədiyim zaman. Çünki reallıq bu deyil. Yəni izah eləyə bilirəmmi, bilmirəm. Reallıq bu deyil. Mənim özümü çox dəyərsiz hiss etdiyim dövr olur. Daxili dialoqlarıma hakim olmayıb ağlama krizislərinə girdiyim dövr olur. İşimdə özünə inamsızlıq yaşadığım dövr olur. İşimdə çox özünə inamlı olduğum dövr olur. Podkastda çox döyüşçü olduğum dövr olur. Zəif qadın olduğum dövr olur. Cəngavər qadın olduğum dövr olur. Biz o qədər rəngliyik ki, sadəcə cəmiyyət bizdən tələbləri olub. Biz özümüzü o qəliblərə sığdırırıq ki, malı-məli zəruriyyətlər nədirsə onu tələb eləyir bu cəmiyyət bizdən, onu oluruq və o qəlibə bir də baxırıq ki, o qəlibə özümüzü yerləşdirmişik. Mən hər şeyəm, hamıyam, hər şey şünasam. Hər növ eram var, hər növ özümü pis hiss etdiyim, yaxşı hiss etdiyim, ana hiss etdiyim, analıqdan zövq almadığım hər şeyi yaşayıram. Buna da özümə icazə verirəm. Ətrafıma da aşılayıram. Aynur xanım, mən sizi dəvət etməyi düşündüyüm ilk andan etibarən sizi daha da yaxşı tanımaq üçün daha da yaxından izləməyə başladım və sizin meditasiyalarla, terapiyalarla çox dərindən məşğul olduğunuzu gördüm və həmçinin sizin göstərdiyiniz qədərilə də həyat tərzinizi, iş tempinizi gördüm. Mənə maraqlıdır ki, bu qədər sürətli tempin içində insan öz daxilində, daxili dünyasında sakit qalması bir bacarıqdır, yoxsa lüks? Bu indiki dövrdə özünün öz bacarıqları ilə yaratdığı lüksudur. İndi lüks anlayışlar çox dəyişib. Tamam dəyişib. Özünün öz bacarıqları ilə yaratdığı lüksdur. Mən nə istəyirəm? Özümə nəyi layiq bilirəm?
Mən bu sakitçiliyin içində nə tapıram? Bu tapdığım şeydən faydalanırammı? Bu fayda mənim həyatıma nə qatır? Mənim həyatımı bir mərtəbədən digər mərtəbəyə qaldırırmı? Bu sualların cavabları əgər məndə pozitivdirsə, mən niyə bu zamanı yaratmayım ki? Axı mən də bu həyatı ilk dəfə də yaşayıram. Axı mən qurban pozisiyasında görmürəm özümü bir qadın kimi, görməyəcəm də. Keçən dəfə bir video qarşıma çıxdı. Təbii ki, ana olaraq bəzən nəyə vaxt tapıb, nəyə vaxt tapmadığım mövzularda özümü çox sorğuluyuram. Bir uşaqlarıma qarşı bir öhdəçiliyim olduğunu daha dərindən bunu yarımçıq mı edirəm sualını bəzən düşünürəm. Bu sorğularım olduğu an belə bir video qarşıma çıxdı ki, bir uşaq üçün ən bəxtəvər his özünü sevən ana tərəfindən sevilməyidir. O qədər vacib cümlədir ki, özünü sevən, öz həyatını yaşayan bir ana xoşbəxt ana deməkdir. Xoşbəxt ana evdə xoşbəxt aura deməkdir. Xoşbəxt aura xoşbəxt uşaq deməkdir. Amma biri var ki, sizə saçımı süpürgə elədim, istəklərimdən vaz keçdim. Nə qədər də insan idrakda olursa olsun, o buraxdığı hisslərə görə vaxt zaman çatanda bunun fitrətimiz gərəyi sorğuluyuruq uşaqlarımızı da ki, mən sənə görə saçımı süpürgə elədim, mən sənə görə gəncliyimi qurban verdim. Onu uşaqlarıma yükləməyim deyə əlbəttə özümə zaman ayırıram, sakitçiliyimə zaman ayırıram. Keçən dəfə bir rəfiqəm var, anası rəhmətə gedib bir dənə belə söz dedi, o qədər təsirləndim ki, deyir ki, anam özünə baxan və öz həyatını yaşayan bir qadın idi. Təbii ki, onlara da diqqət göstərib, amma mən anam rəhmətə gedəndən sonra nə yaxşı o səyahətə çıxdı, nə yaxşı bunu yaşadı, nə yaxşı özünə bunu aldığını deyib təskinlik tapırdım və sevinirdim. Amma bir dəfə də ağlıma gəlmədi ki, nə yaxşı buna bizə qurban verib, nə yaxşı, o qədər vacibdir ki, o qədər qızıl orta yeridir ki, bir qadın üçün. Mən hər zaman bunu təbliğ eləyirəm podkastımda, səhifəmdə mütləq. Amma özünü seçməklə də eqoizm arasında bir incə, onda da qızıl orta var. Bu eqoizmə gedəcəyik demək deyil. Məncə hər bir insan hər fərqli mühitdə öz fərqli bir tərəfini göstərir. Ailə daxilində başqa, ictimaiyyət qarşısında başqa, özü ilə tək qalanda isə təbii ki, tamam fərqli biri olur. Sizcə insan əsl özü dediyimiz şey həqiqətən var, yoxsa biz müxtəlif maskaların birləşməsiyik? Mənim hiss etdiklərimə görə özümüz varıq. Varıq biz. Biz zərrəyik, varıq. Amma məişətin bizdən tələb etdikləri kütlə anlayışını, cəmiyyət anlayışını biz göz ardı eləyə bilmərik. Onların bizdən tələb etdikləri var ki, məsələn, yaxşı evlad. Yaxşı evlad olmasam cəmiyyət tərəfindən sorğulanaram. Vicdanım da məni daxilən sorğulayar. Yaxşı evlad, yaxşı ana, yaxşı müdür, yaxşı işçi. Bir şəkildə bəli, biz maskalardan ibarətik. Bunu amma nə dərəcədə göstəririk, bu bizim daxili mühakiməmizdən asılıdır. Bu gecə başımızı yastığa qoyanda vicdanımızla o dialoqda bunu bəlli edirik. Əlbəttə ki, özümüz varıq. Biz varıq, biz zərrəyik. Biz Allahın bir zərrəsiyik, yaşayırıq, nəfəs alırıq. Siz məsəl üçün çox gözəl xanımsınız. Sizcə bu qədər Allahın yaratdığı bu gözəllik möcüzə deyil? Ya mən möcüzə deyiləm, ya o möcüzə deyil, ya təbiət, rənglər. Yəni bir göy üzünə baxıb buludların necə bir tablo kimi olduğunu görə bilmək ki, bunu hamı baxdığı zaman görə bilmir. Görə bilmək, o da mənəm, o bulud da mənəm. Mən özümü görürəm. Nə cür baxıramsa özümü görürəm. O bir söz var, baxdığın mənəm, gördüyün özünsən. Əlbəttə öz anlayışı var. Mənim hekayəmdə var. Sizcə millət olaraq, cəmiyyət olaraq bizə təbliğ edilən dəyərləri yaşayırıq, yoxsa sadəcə nümayiş etdiririk? Nümayiş də etdiririk zaman-zaman, yaşayırıq da. Bunun ya bu anlayışı yoxdur. Hə, yaşamalıyıqmı anlamı var. Məncə, mən son 2 ilə qədər çox müasir bir qadın idim. Yenə də müasirəm, amma bəzi dəyərlərim dəyişib. Nə mənada müasir idim? Məsələn, dünyanın o qazına gəlib bəzi dəyərləri fərqli cür podkastımda da bu şəkildə ifadə eləmişəm, vaxtında bu şəkildə ifadə eləmişəm. Amma heç kim mənə bunun məsuliyyətini ata bilməz. Nəyə görə? Biz sosial varlığıq, dəyişən varlığıq. Siz düşünürsünüz ki, məsələn, siz
1 il əvvəlki insansız düşüncələrinizdə? Xeyr, mən də 2 il əvvəlki insan deyiləm. Əvvəl çox müasir idim, amma indi düşünürəm ki, bizi xoşbəxt edən şeylər əslində dəyərlərdir. Amma hansı dəyərlər? Gerçək dəyərlər. Məsələn, ailə birliyi, ailə anlayışı, böyüyə hörmət. Amma milli mənəvi dəyər sırayaraq özəl həyatımızın içinə girən dəyərləri oradan saymıram. Mən daha dominant dəyərləri itirməməli olduğumuzu düşünürəm. Çünki o bizim əsas xoşbəxtçiliyimizdir. Çünki dünya indi bizi təkləşdirməyə çalışır. Fikir verirsiniz, əvvəlki kimi ailədə yemək masalarında şən, dəyərli söhbətlər yoxdur. Niyə? Biri qulaqçığı qoyur, qulağına kinosuna baxır. Bu mənə bəzən özümüzün ailə masamızda da incidən nüansdır və mənə xatırladır əvvəli ki, biz necə bu telefonlar çıxmamışdan əvvəl söhbət eləyirdik. Andaydıq, bir-birimizlə nə qədər xatirələr toplayırmışıq. Amma indi dövrün tələbləri dəyişir. Etməməli olduğumuz nədir? Özümüz öz çapımızda o dəyərlərə sarılmaq. Məsələn, telefona baxıram, amma anam yanımdadır. Bunu kənara qoya bilmək iradəsinə sahib olmaq ki, o anı itirməyim, söhbət eləyim. Məsələn, mən bunu qaçırmamağa çalışıram. Valideynlərimlə hər dəfə görüşəndə onları belə içdən qucaqlayıram, nə bilim, söhbət eləyirəm. Həmin an mənim də anamla, atamla söhbət zamanı əlimin telefona getdiyi, işim olduğu zaman işimlə məşğul olduğum vaxtlar olur. Amma bunu görürəm, bunun fərqindəyəm. Amma elə insan var, görmür bunu. O şəkildə də yaşamağa davam eləyir. Dəyərlər vacibdir, insanı köklərinə bağlayır. Köklər inanılmaz vacibdir. Hara getsək, nə etsək, şəfalanacağımız yer evimizdir, köklərimizdir. Bunu dana bilməliyik. Bunu danan insan özünü danır. Əgər travmalar kökdən gəlibsə, onda bir ziddiyyət yaranmır. Mən travmalar haqqında xüsusi bir fikir irəli sürə bilmərəm. Çünki mən nəticədə psixoloq, hər şeyşünasam, amma psixoloq deyiləm. Bunun haqqında nəsə bir fikir irəli sürməyim yanlış olar. Amma öz travmalarımdan yola çıxaraq özümün formalaşan fikrim mənə deyir ki, travmaları elə də ağrılı qəbul etmək lazım deyil. Qorxuları elə də ağrılı qəbul etmək lazım deyil. Biz əgər indi güclənmişiksə, onların sayəsində güclənmişik. Hə, negativi nədir? Daima ona sarılan insanlar var. Məsələn, mən bu travmanı almışam deyə qarşı tərəfə aşağı münasibət göstərə bilərəm. Heç kimin buna ixtiyarı yoxdur. Travmalarımız da özümüzü maraqlandırır. Travmalardan doğan ziddiyyətlər də özümüzü maraqlandırır. Hər şey özümüzü maraqlandırır. Baxır, siz nə seçirsiniz qarşı tərəfə göstərəndə? Mən düşünürəm ki, hər bir insan içində mən buradayam deməyə ehtiyacı var. Tarix boyda insanlar yazaraq, çəkərək, danışaraq, yaradaraq bunu sübut edir. Sizcə yaradıcılığın kökündə özünü ifadə etmək dayanır, yoxsa unudulmaq qorxusu? Çox maraqlı sualdır. Mənə görə cəsarət dayanır. Açığa çıxmaq dayanır. Açığa çıxmaq qorxusunu dəf etmək dayanır. Çünki yaradıcılığına sahib çıxan insan daxili dünyasına sahib çıxan insandır. Mövqe göstərmək deməkdir bu. Kütləyə qarşı mövqe göstərmək cəsarət istəyir. Açığa çıxmaq istəyir. Görünür olmaq istəyir. Əlbəttə cəsarət işidir. Bu daxili dünya unudulmaq deyil. Bəli, elə artistlər tarixdə olub ki, belə qayğıları olub. Amma mən bəzən onlarla empatiya quranda, çünki məsələn mən özümdə də o artist ruhu var, yaradıcılığım çox dominantdır həyatımda. Bunu bütün ətrafım bilir. Bəli, içimdə ancaq cəsarətdən qaynaqlanan duyğular var ki, onu göstərmək istəyirəm kolleksiyalarımda. Bəli, var. Heç bir şəkildə bu məni maraqlandırmır ki, insanlar bunun haqqında nə düşünər, necə reaksiya verir. Bu cəsarətim podkastımda da var. Bu cəsarətim tək yaradıcılığıma, podkast da mənim yaradıcılığımdır. Hazırlaşıram, orada mövqe göstərirəm, öz tərzimi ortaya qoyuram, ortada bir stil yaranır. Cəsarət, heç bir qorxusuzluq, cəsarət, görünmək, seçmək, özünü seçmək tamamilə bunlarla qaynaqlanır deyə düşünürəm.
Məncə biz hamımız bir sistemin içərisindəyik və bəzən nə qədər kənara çıxmağa çalışsaq da əslində o getdiyimiz yola da sistemin tələblərinə uyğunlaşmağa çalışırıq. Sizcə bunun içindən siz çıxmağı bacarırsınız? Bir dostumla söhbət zamanı bir misal eşitmişdim. Xəmyakların qəfəslərində bir baraban kimi bir dairə, circle, çevrə nəsə belə bir şey olur. Onlar daima orada fırlanırlar. Və mən də insanları buna bənzədirəm. Ömür boyu orada qalmaq istəyənlər, oradan çıxıb sistemə kənardan baxmaq istəyənlər. Amma tam da sistemdən çıxırıqmı? O da böyük sualdır. Mən bunu görmüşəm ki, orada qalmamalıyam. Bunu necə etməliyəm? Etmişəm məsələn. Mən ixtisasca genetikamsa, Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişəmsə, mən bir şəkildə yolun bir hissəsində başa düşdüm ki, laboratoriya izolyasiya olunmuş mühitdir. Bu mənim ruhuma uyğun deyil. Yəni daimi sığortası olan bir iş. Get ay bala, bir işin olsun, gücün olsun, bir yerə ilişmədim. Öz işimi qurdum. Uzun müddət ilişə bilmədim. Pulsuz qaldığım oldu, işimdən qazancımın olmadığı oldu. Amma kənardan baxmağı seçdim. Yəni o demək deyil ki, mən yaxşıyam, o sistemin içində olan insanlar pisdir. Xeyr. Hər birimiz bir şeyin parçasıyıq. Sən o şəkildə görürsən, mən bu şəkildə görürəm. Sən karyeranı o şəkildə davam etdirmək istəyirsən, bu mənim ruhuma ziddir. Mən azad olmağı seçirəm. Və yaxud da bilmək olmaz, bəlkə mən hər şeyi bir anda bağlayıb başqa işdə yenidən 9-6 işləyəcəm. Çox da böyük danışmaq olmaz. Amma bu baxır sistemə sən necə baxırsan. Mən özümün bir parçası hiss edirəm, etməliyik. Nə qədər azad ola bilərik ki, hər hansı bir dünyanın içində nə qədər öz başına ola bilərik ki. Hə, üsyankar öz başına ola bilərsiniz, dünyaya üsyan edə bilərsiniz, amma bu sizin seçiminizdir. Mənim seçimim, mən anlayıram nədir, amma bir parçası olmaqdan da həzz alıram. Uyğunlaşmaq. Kimlər yaşayırdı? Adaptasiya olanlar, sürüyə uyğunlaşanlar. Mən də belə düşünürəm. Sizcə bir insanın keyfiyyətini onun xarici uğurları müəyyən edir, yoxsa öz daxilində qurduğu münasibət? İnsanlarla qurduğu münasibət. Kökü daxilində qurduğu münasibətdir. Özünə necə davranışından asılıdır. Bu da sirayət edir insanlarla davranışına. Mənim üçün keyfiyyətli insan ətraf mühitlə işinin keçmədiyi insanlarla dialoqundan görünür. Məsələn, bir yerə girəndə bir oraların təmizliyindən məsul şəxs, məsul xanım məsələn, oranın təmizliyi ilə məşğul olan bir xanımdırsa, onu görürsə, salam verirsə, yorulmayasınız deyirsə, onu da düşündüyünü orada bildirirsə, bu insan hər münasibətində uğurlu olar deyə düşünürəm. Şəxsi münasibətlərini bilmirəm. Çünki şəxsi münasibətdə göstərdiyimiz kimliklə cəmiyyətdə göstərdiyimiz kimlik çox fərqlidir. Mənim üçün keyfiyyətli insanlar işinin keçmədiyi insanlarla ünsiyyətindən bəllidir. Mənim üçün keyfiyyət odur, xarakter keyfiyyəti. Dəyər, qarşı tərəfə verdiyi dəyər anlayışı. Məsələn, dostluqda dəyər anlayışı nə qədərdir? Yoxdursa, mənim üçün o dostluq bitir, həyatımdan çıxardıram. Varsa, bəli, davam edir. Bu dəyər nədir? Daxili, emosional bir-birimizdə alış-verişdə verdiyimiz dəyərlər. Məncə buradan görsənir. Siz ən çox nəyə fikir verirsiniz? Hansı kontekstdə? Dostluqda, yoxsa insanlarla münasibətdə? Özümdə deyirsiniz, yoxsa qarşı tərəfdə? Özünüzdə. Mən qəlb qırmamağa çalışıram. Mənim mənfi bir xasiyyətim var. Mən sevdiyim insanların heç mənfisini görmürəm. Sevdiyim biri, dostum dediyim biri mənə illərlə negativ hərəkətlər edə bilər. Mən onu görə bilmərəm. Amma şüur altımda puzzle'lar olar. Puzzle'lar olar. Sonra vaxt vədə çatanda onun etdiyi hərəkətlər vadar edər ki, mən puzzle'ları birləşdirim. Puzzle'ları birləşdirdikdən sonra mənzərə nədirsə, o da mənim hərəkətlərimin nəticəsi deməkdir və həyatımdan çıxardıram deməkdir. Bəs qarşı tərəfdə? Qarşı tərəf artıq həmin puzzle'lar birləşdikdən sonra mən maraqlı olmur. Dostluqda nəzərdə tutursunuzsa. Şəxsi həyatda nəzərdə tutursunuzsa, şəxsi həyatda
bir-birimizlə keçinməyə nə qədər ürəkliyikdir məsələ. O qədər çox şaxəli sualdır ki bu. Məsələn, ər-arvad münasibətindən nəzərdə tutursunuzsa, bu ər-arvadın əgər uşaqları vardısa, başqa aspektdədir. Bu ər-arvadın uşağı yoxdursa, başqadır. Sevgilidirlərsə, başqadır. Məsələn, sevgilidirlərsə, bir müddət o könüllü, bir-birimizlə keçinməyə könüllüyük gedirsə, hə nişanlıyıq düzələr, evlənərik düzələr yoluna düşməməlidirlər. Bitirsə orada bitməlidir. Çünki həyat qarşıdadır. Ər-arvad münasibətindədirsə, uşaq yoxdursa, qadın nə istəyir, kişi nə istəyirə baxmalıyıq. Ortaq seçimlər. Könüllüdürlərsə davam edərlər. Uşaqlar varsa, tamamilə bu başqa mərtəbələrdə olur bu problemlər. Baxırsınız, hardan soruşursunuz? Çox mürəkkəbdir insan münasibətləri. Məncə keyfiyyət anlayışı həyatın bir çox hissəsində dəyişilib. Məsələn, bir çox sahədə də moda, musiqi, media, kontent, sürət keyfiyyəti üstələməyə başlayıb. Əlbəttə. İnsanlar keyfiyyətli işdən daha çox ən tez gözə çarpan işi görməyə çalışırlar. Çox maaş almaq istəyirlər. Siz sualınızı tamamlayın. Sizin fikrinizdə keyfiyyət anlayışı necə dəyişib? Çox itib. Çox itib. Bu yaxınlarda dostlarımla söhbət edirəm. Münasibətlərdə itib. Ghosting deyilən bir şey yaranıb. Yəni münasibətlərdə keyfiyyət yoxdur. Oğlanlarda yəni baş verən yeni münasibətlər məni şoka salır. Heç bir şəkildə dəyər anlayışı yoxdur. Olsun bitsin, olur, hə, yox, bitər. Zaman, əmək vermək, bu dialoqa əmək vermək, hamı bir-birinə ghosting, yəni edirlər və bu çox acıdır. Hardan başlamalıyıq? Yəni analar uşaqlarından başlamalıdır. Bu məni üzür. Mən düşünürəm ki, mən indiki dövrdə şəxsi münasibət yaşasaydım, yəqin ki, psixologiyam yerində olmazdı deyə düşünürəm. Hə, qızlar nə etməlidirlər? Qızlar özlərini seçməlidirlər, özlərini sevməlidirlər, özlərini o dərəcədə sevməlidirlər ki, bir kişinin ghostingi onlara bir şəkildə dəyərsizlik yaşatmasın. Özünü necə sevməlisən, özünə zaman ayıraraq, özünü inkişaf etdirərək. Bax, bugün oxuduğun kitab 3 il əvvəlki səni formalaşdırır. Bugün oturub durduğun insanlar 3 il sonraki, daha doğrusu əvvəlki deməyim, 3 il sonraki səni formalaşdırır. İndi etdiyin məsələn, partner seçimləri 3 il sonraki səni formalaşdırır. Bunun üçün nə etməlisən? Keyfiyyətə fokuslu olmasın. Əmin ol ki, sənin enerjin odursa, o səni tapacaq. Çünki bir-birini cəzb etmək məsələsi. Amma bir reallıq var ki, indi tələbat da budur, keyfiyyətin itməsinə baxmayaraq. Siz öz həm şəxsi həyatınızda, həm iş həyatınızda bunu necə tənzimləməyə çalışırsınız? Mənim enerjim belə deyil deyə məni keyfiyyətli insanlar tapır. Arada olur, həyatımdan çıxartdığım insanlar olur ki, onlardan o keyfiyyətsizliyi görürəm ki, həyatımdan çıxardıram. Amma mən o enerjidə oluram deyə məni o insanlar tapır. Mənim heç pis işçim yoxdur, heç vaxt olmayıb. Nə bilim, məsələn, söz-söhbət edərək işdən çıxartdığım adam olmayıb. Komandam neçə illərdir məndəndir. Məni qoyub heç kim getməyib. Mən də heç kimi yarı yolda qoymamışam. Bir ailə kimi davam eləyir. Bir ailə münasibəti var. Mən tapmır elə insanlar. Çünki həyata elə baxmıram. Güvəndə hiss edirəm özümü. Həyata güvəndiyimi göstərirəm həyata. Məsələn, bir dəfə bir hal yaşandı. Almaniyada yaşayan müştərimiz var idi. Gəldi, geyimlər yetəri qədər bahalı geyimlər idi. Onları götürəndə bildirdi ki, məndə evro ilə pul. Amma mən evronu verə bilmirəm. Çünki mən 2 gün sonra Almaniyaya qayıdacağam. Amma toydan manat yığılacaq. Mən o manatı gətirib sizə verə bilərəm. Və qızıllarını gətirmişdi ki, qoysun. Və məndən paltarları götürsün ki, 2 gün sonra manatla gətirsin. Mən dedim, narahat olmayın. Götürün, gedin. Özümə sığışdırmadım. Yəni onu, qızılları qoyun. Həyata güvənirəm. Aldadardısa da demək ki, həyatdan alacağım bir dərs var idi. Və bu xanım 2 gün sonra yox, 5 gün sonra gəldi və biz bir dəfə də onu narahat etmədik. Çünki mən anlayıram ki, toy evidir. İnsanlar 2 gün sonra başı qarışıq ola bilər, gəlməyə bilər. Və o insanlarla indi hal-hazırda çox yaxşı belə münasibətimiz var. Hədiyyəli gəlmişdilər, belə çox əli dolu gəlmişdilər. Sırf mənim o münasibətimə görə. Bu onlara qarşı idimi? Yox, bu həyata qarşıdır. Mən həyata güvənərək yaşamağı seçirəm. Ona görə elə insanlar məni tapmır. Deyirəm və 2 gün sonra tapırdı. Siz hansı nüansda insanın keyfiyyətsiz olduğunu başa düşürsünüz? Məsələn,
Sən əgər deyək ki, sənlə mən rəfiqəyəm, sən də onunla rəfiqəsən. Sən onun haqqında danışdıqların mənə əsəbi anında mənim sənə qarşı olan münasibətimə təsir edir. Mən onu tanımıram. Heç bir şəkildə bilmirəm. O əxlaqlı ola bilər, əxlaqsız ola bilər. Amma biz rəfiqə yolunda gediriksə, düzdür, mənim belə rəfiqəm yoxdur. Gediriksə, sənin onun haqqında danışdıqların mənə çox şey ifadə eləyir sənin haqqında. Hə, mənə danışdıqlarından sonra bir də onunla bir story paylaşırsansa, artıq sənin mənimlə rəfiq olma ehtimalın sıfırın altındadır. Belə hal yoxdur. Və yaxud da sən hər hansı bir söhbətində, hər hansı bir qadını tanışlığımız yoxdur. Yəni ictimaiyyətdə baş verən bir hadisəyə hər hansı bir qadını əzirsənsə, sən orada əksikliklərini göstərirsən mənə. Məsələn, fikir vermisiniz, elə qadınlar var ki, həyat yoldaşına öz ən yaxın rəfiqəsini pisləyir. Bax, o eləyir, mən eləmərəm. Orada bir əksiklik yaşayır o. Həyat yoldaşının gözündə başqasını əzərək tam olmaq ehtiyacı duyur. Bu kimi insanların mənimlə dost olma ehtimalı yoxdur. Mənim dostlarım xarakterli insanlardılar. Başqası haqqında danışanda da çox seçərək cümlələrini danışırlar. Və bunu bilmirlər. Biz bir şəkildə ələnib birləşmişik və bu illərləndir. Məsələn, sənin illərlə olan bir dostluğun yoxdursa, bu mənim sənin haqqında bir düşüncəmin formalaşdığı deməkdir. Məsələn, bunlar mənim qırmızı xəttlərimdir. Həmin anda qırmağı bacarırsınız. 100%. Yəni qırmaq necə? Qəlb qırmıram əlbəttə ki, amma yoxluğumu göstərirəm, əlbəttə həyatımdan çıxardıram. Həyatımdan uzun illər olan bir dostluqdursa, puzzlelar birləşəndən sonra həyatımdan çıxardıram. Demək ki, o da mənim səhvimdir. Mən çünki sevdiyim insanları görmürəm mənfilərini. Amma əlbəttə çıxardıram. Mən əgər səninlə dialoqda mənfi yüklənirəmsə, bunu özümə layiq bilmirəm. Həmin an. Bitirdiyinizdə özünüzü necə ifadə edirsiniz bu məsələ barəsində? Dostluqda bitirdiyimi görmürəm o adamı. Eşitmirəm, mənə təsir eləmir. Üzümə söysə təsir eləməyəcək. Yəni o adamla bağımı o qədər şiddətli şəkildə qırıram ki, mənə təsir eləməyəcək. Heç bir şey görmürəm. Nə etsə də, məsələn, sən mənə nə etsən mən görməyəcəm. Və bu xarakterim mənə bu həyatda yaşamağa daha yaxşı şəraitlər yaradır. Fəxr edirəm bu xarakterimlə. Bəs qarşı tərəf soru olasa? Özü bilər, mən görmürəm axı. O artıq onun sorğusudur, mənə maraqlı deyil. Hə, o ana qədər də danışmış oluram. Birdən getmirəm. Bir hesablaşma olur. Ha, mən onu deyirəm. Orada necə ifadə etməyə Bir hesablaşma olur, bir masa arxasında sözümü demiş oluram. Dediklərimi yaxşı bilər. Bir masa arxasında sözümü deyirəm, üzünə deyirəm. Ki, sən bunu etmirsən. Buna görədir bu davranışın, mənim də bu davranışım buna görədir. Hamısı bilir. Etmişəm bu danışığı, sonra getmişəm. Aynur xanım, biraz sizin işinizə bağlı danışmaq istəyirəm. Siz müştəri seçimlərində ən çox hansı nüansa fikir verirsiniz? Sizcə müştəri sizi seçir, yoxsa siz onu seçirsiniz? Müştəri məni seçir, gəlir. Sonra davam eləyəcəksə mən onu seçirəm. Məsələn, müştəri məni sosialdan, geyimlərimdən və yaxud da hər hansı bir rəfiqəsi, qohumu ona məsləhət verib gəlib, mən ona təklif edirəm, məsələn, geyim. Onun göstərdiyim eskizə münasibətindən, mənə olan münasibətindən, mənim işçimə olan münasibətindən mən onu seçirəm. Məsələn, elə olub ki, işçimə olan münasibəti xoşuma gəlməyib, o adama geyim tikmək istəməmişəm. 3 qat qiymət demişəm ki, getsin. Bu olub. Mənim işçimə heç kim haqsız yerə mənfi münasibət göstərə bilməz, aşağılaya bilməz. Buna görə o qədər olub ki, belə hallar. Mən işləməmişəm elə insanlarla. O münasibəti göstərən müğənnilərlə də işləməmişəm. Sənət sahəsindən çox nəyə fikir verirsiniz müştəri seçimində? Yəni işləyəcəyim məşhurları çox istəyərəm ki, keyfiyyətli iş görən insanlarla çalışım. Mənim üçün çox vacibdir bu. Çünki keyfiyyətli iş görmək onun daxili dünyasından xəbər verir. Çox sevdiyim insanlar var.
sonradan dostluğumuz formalaşan insanlar var ki, zövq alıram onlarla işləməkdən. Amma belə bir negativ olmayıb heç vaxt ki, pul ödənişmə etməyənlər olub. O da çıxıb gediblər. Yəni Davam eləyib sizinlə sonra? Münasibət davam etməyib. Nəticədə mənim əməyimin qarşılığını verməyib. Bu gün verərəm, sabah verərəm. Mən də o mövzuların parçası olmamışam deyə heç axtarmamışam. Amma məni üz-üzə hardasa görəndə utanıb başını salıb keçirsə, o artıq onun sorğulayacağı bir şeydir. Mən o şeyin bir parçası olmaq istəməmişəm. Elə insanlarla münasibət davam etməyib. Amma çox yaxşı münasibətim olan insanlar var, yəni. Aynur xanım, çox sağ olun gəldiyiniz üçün, dəvətimizi qəbul etdiyiniz üçün. Mənim üçün çox-çox maraqlı bir buraxılış oldu. Siz sağ olun. Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Çox sağ olun. Sizdə ən çox bəyəndiyim şey oldu. Heç məndən əl çəkməməyiniz oldu. Nə vaxt gəlirsiniz, nə vaxt gəlirsiniz, nə vaxt gəlirsiniz? Və mən 3 dəfə imtina etdiyim olub da, səhv etmirəmsə. Sözləri gec dönüş olurdu. Hə, geri dönüş olurdu. Amma sizin yəni sizdən təsirləndiyim heç buraxmamağınız idi məni. Bura ona görə gəlmişəm. Normalda son dövrlər vaxtım olmur getməyə və olan dəvətdən 5-dən birini qəbul edə bilirəm. Amma sizin belə sarılıb o müsahibəni çox istəməyiniz çox xoşuma gəldi. Çox gözəlsiniz, uğurlusunuz, var olasınız. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun ki, dəvət elədiniz.